Salam, hörmətli izləyicilər, axşamınız xeyir olsun. Saray qəsəbəsində 4 otaqlı ev satışa çıxarıldı. Bax, bu gözəl, yaraşıqlı ev 89.000 manata. Özdə paket kupçalı evdir. 4 otaqlı ev 89.000 manata. Yerləşdiyi ərazi də Tərlan Şaldıq Sarayından 200 metr məsafədə. Tərlan Şaldıq Sarayına Bakubusdan düşdünüz, 200 metrdən sonra bu həyətdəsiz. Marketə də yaxındır, yola da yaxındır. Yəni 200 metr elə böyük bir məsafə deyil bu ev üçün. Yəni əlavə şərhə ehtiyac yoxdur, özünüz evə baxın. Çox gözəl, yaraşıqlı, zövqlə tikilmiş yeni bir stildə tikilmiş evdir. Yəni belə evlərimiz bizim az olur. Demək olar ki, mən ilk dəfədə bax belə bir ev görürəm. Çünki çox yaraşıqlı evdir. Qiyməti də münasibdir. 4 otaqlı ev 89 manat. Hələ nəzərə alın ki, gəlib bura danışıb, qiymətində ev sahibi yenə də indirim eləyəcək. Özdə paket kupçalı evdir. Alan kimi birbaşa qeydiyyata düşə biləcəyiniz evdir. Mütləq gəlin bu evə baxın. Mərkəzi kanalizasiyası var. Məsələn, bu trapını görürsünüz. Sayğacları hamısı qaydasındadır. Çünki bu kupçalı evdir. Burada da yoxda olmayacaq. Hər şey var. Bax, bu da hasarıdır. Bax, belə tarsovka, emusiya ilə bəzədilib, belə ramkalarla. Çox sərgəsəhmanlı evdir həqiqətən. Yarı yaraşıqlı evdir. Pəncərələr də kalitsiv pəncərələrdir. Buradan da ara məsafəsi var. Bu da bunun padvalıdır. Neçə daş kürsülüdür? 7 daş kürsülü evdir. 7 daş kürsülü evdir. Mütləq gəlin bu evə baxın. Həqiqətən çox yaraşıqlı evdir. Bax, burada kombi sistemini düzəldirlər burada. Kombi burada olacaq. Özdə korrektor sistemi ilə çəkilmişdir. Bu bunun rozetkasıdır, bu da bunun qazıdır. Yəni, hər bir şey ona görə izah edirəm ki, ölçülüb, biçilib. Burada hər şey qaydasındadır. Yəni, burada bir minuslu bir şey yoxdur. Bu da evimizin koridorudur, içərisi. Bax, yeri keramika gördüyünüz yerlərin hamısı istipoldur. Məsələn, koridor istipoldur, hamam tualet istipoldur, mətbəx istipoldur. Qalanları radiatordur. Bax, belə qəşəng ramka ilə bəzədilib, işıqları qoyulub. Nə izah edeyim başqa? Hər şey qaydasında olan bir evdir. Mükəmməl tikiliş evdir. Yəni, bunun bir dənə çatışmayan nöqtəsi yoxdur. Özdə fundamentli kəmərli evdir. Qoşadaş kubiklə tikilmişdir. 60-ın 40-a fundamenti, üstündən də 20-nin 40-a kəməri fırlanıb. Bunları burada deyirəm, gəlin yerində də baxın. Bu da qonaq otağıdır, zalı. Zalından nəmşir verin. Bax, ciftlər nə qədər qoyulub, kalitsiv pəncərələrdir. TV-stəndə də, bax, TV-stəndə belə bir xüsusi yer hazırlanıb. Kondisionerin də yeri oradadır. 4 otaqlı ev 89.000 manata. Bir də izah edirəm, koridoru dedim sizə, bax, yeri bunun bütün istipoldur. Mətbəx haradadır? Mətbəxə bir dənə baxaq. Bax, bu da mətbəx. Görürsünüz, yeri də betondur. Bu istipolun altı hamısı splaşma betondur. Meyvələrsi keramikada vurulub, bütün nöqtələr qoyulub, aspiratorun yerinə qədər qoyulub. Burada da cifti var, görürsünüz, pəncərə belə də açılır, ciftdən də açılır. Başqa bir şey qalmadı burada izah eləməli. Qonaq otağını göstərdim, mətbəxi göstərdim. İndi yataq otaqlarına baxaq. Bu bir yataq otağıdır. Bax, bu bir yataq otağıdır, görürsünüz. Bu ikinci yataq otağıdır. Bu böyük yataq otağıdır. Görürsünüz, bu böyüdür. Geniş yataq otağıdır, bax belə. Bu da üçüncü yataq otağı. 3 yataq otağı, bir qonaq otağı. Deməli, 4 otaqlı ev. Bir də mətbəx. Bax belə. Bu da üçüncü yataq otağı. 4 otaqlı evdir. Bu da sanitar qovşaq. Buradan krişə çıxmağa yeri göstərin. Görürsünüz, səliqəli düzəldilir. Bu da sanitar qovşağımız. Bax belə. Ha, burada istipoldur. Hamam tualetdir, koridordur, mətbəxdir. Hamısı istipoldur. Bir də izah edirəm sizə. Deməli, zəhmət olmasa yaxınlaşaq. Saray qəsəbəsində Tərlan Şaldıq Sarayından 200 metr məsafədə 4 otaqlı ev 2 sotun içərisindədir. Torpağı 2 sotdur. Evin də kupçası var, torpağın da kupçası var. Alan kimi birbaşa qeydiyyata düşə biləcəyiz evdir. 89.000 manatadır. Qiymətindən narahat olmayın. Siz gəlin bu evə baxın, gəlsin ilə burada danışıb qiymətində endirib elətdirə bilərsiniz. Allah Allah'ın da satanı da xeyir versin. Sağ olun.